Hər tərəfdən ata, idarə ruhun qoy bütün bacı qardaşlarımın üzərində olsun ya Rəbb. Hər bir sevdiklərin sənin ata o huzurun altında dincələrək, rahatlanaraq, sənin qayda qanunlarında yaşayaraq ata hərəkət etsinlər, inkişaf etsinlər. Müqəddəs ruh, sən müraciət edirəm ya Rəbb. Səndən istəyirəm, səndən diləyirəm ya Rəbb, müqəddəs ruh. Sən bizimləsən ya Rəbb, bizi tərk etməyən, bizi hər zaman düşünən, bizi sevən, bizi idarə edən bir ruhsan ya Rəbb, sən həqiqət ruhusan. Necə ki ata İsa Məsih, sən göylərə qalxanda dedin həqiqət ruhumu sizə verəcəyəm. Sizinlə bərabər olacaq, o sizə hər zaman yardım edəcək, kömək edəcək. Ya Rəbb, sənin bu həqiqət ruhun qoy bütün bacı qardaşlarımı, bütün sənin sevdiyin, seçdiyin, bu yer üzərində qoruduğun bütün imanlıların üzərlərində olsun. Onlar həqiqətdə ata bu həqiqət ruhunun tamlığını öz həyatlarında dərk edə bilsinlər ya Rəbb. Onda inkişaf edə bilsinlər, onu duya bilsinlər, onu hiss edə bilsinlər. Ya Rəbb, necə əlimizi hiss edə bilirik, necə ayağımızı hiss edə bilirik, necə gözümüzün görməyini hiss edə bilirik ya Rəbb. Eləcə də müqəddəs ruh qoy səni hər kəs dərk edə bilsin. Dərk edə bilsin ki, sən bizim həyatımızdan nəsən? Bizim həyatımızdan necə idarə edirsən bizi? Bizimlə necə rəftar edirsən? Bizi necə yönləndirirsən ya Rəbb? Ya Rəbb, sən çox ehtiyacımız var ya Rəbb bizim. Dünyada yaşayırıq ya Rəbb. Dünya istədiyi kimi bizimlə rəftar edir. İstədiyi kimi öz qayda qanunlarında bizi yaşatmaq istəyir. Bizimlə ya Rəbb öz ağlı ilə bizimlə hərəkət edir. Ancaq ya Rəbb sən yeganə ata, yeganə güc qüvvəsən ki bu yer üzərində bizi tamlığı ilə öz ya Rəbb o sevimli rəftarınla bizi ya Rəbb idarə edirsən ya Rəbb. Sən şükürlər olsun. Şükürlər olsun, izzət olsun ya Rəbb. Qoy hər bir kəs sənin bu gözəlliyini dərk edə bilsin, ünsiyyət edə bilsin ata. Qoy heç bir vaxt ata həyat tərzimiz səni məyus etməsin. Daima ata sənin gözünün içinə baxaq və deyə bilək ki, ya Rəbb, mən bu yolu necə gedim? Necə hərəkət edim? Mən burada necə cavab verim? Mən burada nə edim? Qoy hər bir kəs ata hər bir ya Rəbb həyat tərzində sənə baxıb sənin gözlərindən gələn o ışığı görə bilsin. Gözlərin vasitəsilə qoy bütün övladların idarə olunsun ya Rəbb. Ya Rəbb, səndən istəyib səndən diləyirəm ya Rəbb. Sənin əllərinə verirəm, sənin ixtiyarına buraxıram ya Rəbb. Xeyirda ver. Xeyirda ver, çünki bu yer üzərində bizim sənə çox ehtiyacımız var ya Rəbb. O qədər ehtiyacımız var ki ya Rəbb. O qədər ata. Dünyanın ata, hər bir təlimi ilə biz razılaşa bilirik. Hər bir təlimi ilə gedə bilirik. Hansı tərəfə yönəldirlərsə o yönlənməni görə bilirik. Hiss edə bilirik ata. Ancaq ata, bizə sənin yönlənmən lazım ya Rəbb. Biz çünki bu dünyadan deyilik ki ata. Biz səndənik ata. Sənin kəlamın dediyi kimi qoy bizim bütün həyat tərzimiz sənin ata, ya Rəbb istiqamətində ya Rəbb yönləndirilsin deyə sənə dua edirəm. İsa'nın ismiyle, İsa'nın diri adıyla ya Rəbb. Xeyirda ver ata. Həyatımızın hər bir sahəsinə xeyirda ver ata. Qoy səni sevməkdən, səndə yaşamaqdan, sənin ya Rəbb yollarında yürüməkdən qoy biz yorulmayaq. Biz daha da nəşələnək, daha da güclənək, daha da qüvvətlənək ata. Ya Rəbb, bu oruç da olsa, bu dua da olsa, bu sənə səzdə də olsa ya Rəbb, hər zaman səninlə ünsiyyətimiz bizi gücləndirsin, qüvvətləndirsin, bütün yorğunluğumuzu əlimizdən alsın ya Rəbb. Sən şükürlər olsun, sən izzət olsun, sən minnətdarıq ata. Hər şeyə görə biz sənə minnətdarıq ki, sən bizi bu dünyadan aldın. Sən bizə öz gözəlliyini göstərdin. Ancaq ata, biz səndən istəyirik, diləyirik ki, ata, qoy bütün verdiyin kəlamların heç biri elə belə deyil. Bütün kəlamlar bizim həyatımızdır, bizim yaşamımızdır, bizim yönlənməmizdir, bizim istiqamətimizdir ya Rəbb. Qoy bütün kəlamlar bizim üçün açılsın və biz o kəlamları ya Rəbb qida kimi qəbul edək ata. Yönlənmə lazım olanda yönlənə bilək ya Rəbb. Azlığımız olanda sənin qidanı yeyib o azlığımızı tamamilə ya Rəbb tamlığı ilə bərpa edə bilək ya Rəbb. Ya Rəbb, nə olursa olsun ata, hər bir vəziyyət üçün sənin sözün var. Hər bir vəziyyət üçün sənin yönlənmən var ya Rəbb. Hər bir ata, bu gün ata sənin qarşında dayan, diz çöküb sənin ətrafında yığılan hər bir övladına cavab ver və onları yönləndir, onlara yardım et. Onların nə ehtiyacları varsa ata, o ehtiyaclarını müqəddəs ruh, öz həqiqət ruhunla idarə elə.
Qoy onlar öz yönləri ilə idarə olunmasınlar. Dünyanın verdiyi yöntəmlərlə getməsinlər, ya Rəbb, sənin yöntəmlərin. Bizi ata əbədiyyətə aparır, sənin yöntəmlərin. Bizi işıqlı həyata aparır, ya Rəbb. Ya Rəbb, qoy o yöntəmlərlə hərəkət edək. İsa'nın ismi ilə. İsa'nın adı naminə səndən diləyirik, ya Rəbb. Sən elə belə gəlmədin, ya Rəbb, bu yer üzərinə. Sən elə belə bizi qurtarmadın. Sən o çarmığı elə belə qəbul etmədin. Bu bizim həyatımızdır, bu bizim ata yaşamımızdır. Qoy o çarmığa baxaraq tamamilə biz dəyişilə bilək. Ya Rəbb, sən qadirsən. Hər şeyə və hər şeyə qadirsən. Uca Rəbbimiz, qurtarıcı, xilaskar Rəbbimiz, Xudavəndimiz, sənin qarşında dayanırıq və sənə yalvarırıq və səndən istəyirik. Öz həqiqət ruhunu bizim üzərimizdən əskik etmə. Bizə elə toxun ki, biz o həqiqət ruhunun tamlığını, səsini, tamlığını eşidə bilək, duya bilək. Ya Rəbb, ruhani inkişaf, ruhani güc, ruhani qüvvə qalxsın bizdə, ya Rəbb. Gündən günə qalxsın, gündən günə güclənsin. İsa'nın ismində və adında. Halleluya. Halleluya. Halleluya ata.